daima öz görünüşündə bir qüsur axtarmaq və ya kiçik bir qüsur haqqında davamlı düşünmək, tez-tez güzgüyə baxmaq və əksinə güzgüdən tamamilə qaçmaq, özünü başqaları ilə müqayisə etmək, qüsurlu hesab etdiyi yerləri gizlətməyə çalışmaq, daim başqalarından təsdiq almaq istəmək, burnun pis görünürmü, özüm qəribə deyil kimi suallar, şəkil çəkdirməkdən və ya sosial mediadan çəkinmək, insanların ona baxdığını və ya qüsurunu fərq etdiyini düşünmək, kosmetik prosedur və ya kosmetik əməliyyatlara təkrar-təkrar müraciət etmək, görünüşü ilə bağlı narahatlığa görə sosial həyatdan uzaqlaşmaq, bu düşüncələrin işə, təhsilə, münasibətlərə və gündəlik həyata mənfi təsir etməsi və sair kimi əlamətlər bədən dismorfik pozuntusunun əlamətləridir. Səbəblərinə gəldikdə isə uşaqlıq və ya yeniyetməlik travmalarını, görünüşə bağlı lağ edilmək, tənqid olunmaq və ya bullyinqə məruz qalmaq, həmçinin mükəmməliyyətçilik, özündən qeyri-real dərəcədə yüksək gözləntilərin olması və ya tam əksinə aşağı özünə qiymət, insan öz dəyərini görünüşü ilə əlaqələndirməyə başlaması, sosial media və filtr istifadəsi, davamlı olaraq ideal üz və bədən görüntülərinə məruz qalmaq, obsessiv kompulsiv pozuntu xüsusiyyətləri, bədən dismorfik pozuntusu obsessiv kompulsiv pozuntu spektrinə daxil olan pozuntulardan biri hesab olunur və təkrarlanan fikirlər, yoxlamalar ilə xarakterizə olunur. Müalicəsində isə obsessiv kompulsiv pozuntuya bənzər şəkildə müalicə aparılır, amma nisbətən yüksək dozalar və daha uzun müalicə müddəti tələb olunur.